Salam, hər vaxtınız xeyirli olsun kanalımızın əziz və dəyərli izləyiciləri. Hər dəfə bu səslə biz bir video paylaşırdıq. Artıq bu günləri video yox, sadəcə şagirdlərə belə deyim. Bəzi şagirdlər var ki, YouTube'da yazırlar, hətta TikTok'da belə yazmışdılar. Yəni onları belə deyim, sabahki imtahan, lisey üçün keçirilən mərkəzləşmiş imtahan narahat edir. Onlarla bağlı istədim ki, bir-iki suallarına cavab verim, həm də bir-iki belə deyim, məsləhətlərimi verim. Bizi əlbəttə ki, YouTube'da valideynlər də izləyir, şagirdlər də izləyir, müəllimlər də izləyir, hər kəs izləyir. Çox sağ olun, var olasınız. Mən üçün də həqiqətən çox xoşdur ki, yəni belə deyim, videolar paylaşırıq və sizlər faydalanırsınız. Həqiqətən də əgər faydalana bilirsinizsə, nə xoş mənə. Nə xoş, həqiqətən. Çünki görürəm ki, bəzi valideynlər hərdən görür ki, rəydə yazırlar ki, müəllim sizi belə deyim, videolara baxırıq, uşaq nə bilim, mənimsəyir, eləyir, götürür, nə bilim, videolardan çox şey öyrənir. Həqiqətən də mənim üçün bu çox xoşdur, çox. Sabahki imtahan 4-cü siniflər üçün, belə deyim, 27 iyun 4-cü siniflər üçün imtahan olacaq. Əziz şagirdlər, hər birinizə uğurlar arzu edirəm. İnşallah, belə deyim, heç kimin əziyyəti yerdə qalmaz. Və sizləri narahat edən məsələlərdən də biri odur ki, belə deyim, həyəcanlısınız, bilirəm indi, həyəcanlısınız hər biriniz. Mən necə yazacağam, görəsən mən nə edəcəm, nə bilim, nə olacaq, necə olacaq. Yəni buna görə heç narahat olmayın. Əlbəttə, imtahanın adı ağırdır. Yəni mən özüm belə imtahana getdiksə, bu indinin özündə belə imtahana gedəndə həyəcanlanıram, görəsən necə olacaq. Amma ən az onu yadınızda saxlayın ki, yəni nəticənizdən asılı olmayaraq, onu deyim ki, yəni heç kimin nəticəsindən asılı olmayaraq, yəni sizlər heç nə itirməmsiniz. Sizlər əksinə hər şey qazanmışsınız. Niyə qazanmışsınız? Tutalım deyirəm, uşaq 8 ay və yaxud 6 ay, 5 ay, 3 ay oxuyub, hazırlaşıb, liseye imtahan verir. Yəni nəticəsindən asılı olmayaraq, o uşaq qəbul olmasa da o uşaq çox şey qazanıb. Çünki o uşaq mərtəbə vahidini bilib, nə bilim, düzdür, bunlar məktəbdə, orta məktəbdə tədris olunur. Amma bəzi mövzular var ki, bunlar indi düzünü desə, orta məktəbdə tədris olunmur. Məsəl üçün, tutaq ki, mənzil blok məsələlərin, surət məsələlərinin məsələn dərinliyi ilə, sonra yaş məsələlərin dərinliyi ilə, belə deyim. Yəni çoxlu mövzular var ki, yəni bunları siz mənimsəmisiniz. Ona görə yəni sizlər heç nə itirmirsiniz. Heç nə itirmirsiniz. Əksinə qazanmışsınız. Çox şey qazanmışsınız. Ona görə belə deyim, yəni heç narahat belə olmayın ki, ay girməsəm nə olacaq, necə olacaq? Yəni qəti şəkildə narahat olmayın. Dediyim kimi sizlər qazanmışsınız. Sizlər heç nə itirməmisiniz. Qaldı ki, sabahki imtahana. Sabahki imtahanda da belə deyim, yəni dediyim kimi özünüzü tam sərbəst hiss edin. Elə bilin ki, sınaqdan bir növdür. İlk əvvəl onu deyim ki, yəni vaxt verilir, 120 dəqiqə verilir, 4-cü siniflər üçün deyirəm. 120 dəqiqə vaxtı düzgün bölüşdürün. Yəni oturub bir mövzu üzərində, belə deyim, bir fənn üzərində daha düzü. Bir fənn üzərində da oturub 120 dəqiqəni bir fənn üzərində qalmayın. Azərbaycan dilində qalmayın. Vaxtınızı elə bölün ki, məsələn, doğru düzgün bölün ki, çatdıra biləsiniz. Başlayın, birinci başlayanda, indi hansı fəndən başlayırsınız, başlayın. Yəni Azərbaycan dili riyaziyyat olur da. Riyaziyyat bir də riyazi məntiq olur. Başlayın Azərbaycan dilindən. Yəni o 15 sual olur Azərbaycan dilindən. Onu belə deyim, qayda düşür. 5-i isə mətn üzərində düşür. Mətnə əsasəndir. Mətni diqqətlə oxuyun, birinci. Mətni bir dəfə oxudun. Gördün başa düşmürsən, 2 dəfə oxu. Gördün başa 3 dəfə oxu. Amma əsas o da doğru düzgün yaz. Və son 5 sualda 1.5 balla hesablanır. 15 sualı Azərbaycan dilidir. Dediyimiz kimi 10 sualı deməli nə olur? 10 sualı qayda düşür, 5 sualı mətn düşür. Ona görə mətni diqqətlə oxuyun. Əgər bilmədiyiniz sual olarsa, hər hansı bir sualdır, məsələn, qarşınıza çıxdı, deyir, qrammatik mənası verilmiş söz göstərin və yaxud digər sual düşə bilər, hər hansı bir sual. Da onu yaza bilmirsinizsə, gördün ki, yadından çıxıb və yaxud sifətin dərəcəsindən düşüb, yadından çıxıb. Da oturub onun üzərində sən 5-10 dəqiqə qalma onun üzərində. Keç növbəti sualına. Keç növbəti sualına. Və onu da deyim ki, səhv düzü aparır. 4 səhv 1 düzü aparır. Çalışın ki, bildiklərinizi yazın. Şagird olur ki, indi bilirəm sizlərin də içində var. Olacaq da. Şagird olur ki, məsəl üçün, bildiklərini yazır, bilmədiklərini bəziləri A, B, C, belə yaza gedir. Xeyr, belə etməyin. Çünki 4 səhv 1 düzü aparır, dediyim kimi. Ona görə də çalışın birinci bildiklərinizi yazın. Bilmədikləriniz də qalsın, sonraki qalan vaxtınızda artıq onların üzərinə bir də baxın. Sonra keçin riyaziyyatdan başlayın. Riyaziyyatda belə deyim, indi mən sizə deyəcəm təxmini hansı mövzular düşə bilər, düşəcək. Riyaziyyatdan da belə deyim, riyaziyyat və riyazi məntiq.
30 sual olur. Yəni bunun 15-i riyaziyyat olur. Dərslikdən düşür. Yəni keçən ildə dərslikdən sual vardı. Ondan qabaqki ildə dərslikdən suallar düşür. Yəni orta məktəbinizi hər dəfə deyirəm, videoda da demişəm bunu. Demişəm ki, orta məktəb dərslərinizi yaxşı oxuyun. Çünki orta məktəbdən düşür, dərslikdən düşür. 30 sual olur. Bunun 15-i riyaziyyat olur. 15-i də riyazi məntiq olur. Yəni birinci riyaziyyatdan başlayın. Birinci riyaziyyatdan başlayanda deyəndə, yəni fərqi yoxdur, dediyim kimi, hansı mövzudan başlayırsınız, başlayın. Riyaziyyatda da yenə o qayda eynidir. Əgər tutaq ki, deyirəm, bir sualı bilmirsənsə, da onun üzərində çoxlu oturub qalma. Keç növbəti sualına. Mənim fikrimdə daha yaxşı olar ki, riyazi məntiqi birinci yazmayın. Nə öz fikrimi deyirəm, nəyə görə deyirəm? Çünki riyazi məntiqdə yazırsınız, artıq beyin yorulur. Beyin yorulur və Azərbaycan dilinə, riyaziyyata görsən ki, o qədər də yaxşı olmur, nəticə olmur. Ona görə də yəni birinci çalışın elə Azərbaycan dili, riyaziyyatdan belə başlayın. Azərbaycan dilindən daha düzü başlayın. Elə kitabda da, sualda da, sual kitabçasında da elə verilir. Birinci Azərbaycan dili verilir, sonra riyaziyyat, riyazi məntiq verilir. Belə. Hər birinizə uğurlar arzu edirəm. İnşallah yaxşı olar. Yəni öz sözünüzü sıxmayın, heç həyəcanlanmayın. Dediyim kimi imtahandır. İmtahan düzdür, adı ağırdır, amma heç bir ağırlıq da belə deyim yoxdur. Yəni həyəcanlanmayın, qorxmayın, özünüzü tam sərbəst aparın. Hay mən imtahandan keçməsəm görəm nə olacaq? Heç bir şey olmayacaq. Əksinə sən hər şeyi qazanmısan. Qazanmısan, sən hər şeyi öyrənmisən. Yəni bu sənin hər zaman 5-ci sinifdə, 6-cı sinif, 7-ci sinif, 8-ci sinifdə lazım olacaq. Yəni bildiyimiz kimi 7-dən də var, 8-dən də var belə imtahan. Yəni ona görə heç həyəcanlanmayın, heç özünüzü belə deyim sıxmayın. Ay necə olacaq, necə yazacaq. Qaldı imtahanda da, yəni demək olar ki, hər il düşən mövzulardan deyirəm. Dediyim kimi, yəni dərslikdən düşür. Dərslikdən belə deyim, orta məktəb dərsliyindən düşür. Sonra yaş məsələləri demək olar ki, hər il düşür. Yaş məsələləri, sonra surət məsələləridir, ondan qalıqlı bölmədir, müqayisədir. Müqayisə, indi bu baxır necə, kəsirlə də ola bilər, belə tamla da ola bilər. Müqayisə düşür. Sonra bura yazmışam, ona görə bura baxıram. Sahə perimetr demək olar ki, düşür. Sahə perimetr. Sonra bucaqlardan düşür. Hissə məsələləri düşür. Sonra yəni bu tipdə suallar düşür. Yəni əgər siz bunları həqiqətən oxumusunuzsa, əziyyət çəkmisinizsə, yəni onu bilin ki, əziyyətinizin qarşılığını görəcəksiniz. Qarşılığını alacaqsınız. Yəni nəticənizlə alacaqsınız. Riyazi məntiqdən də belə deyim, yəni riyazi məntiqdə də o qədər çətin bir şey yoxdur. Riyaziyyatla əlaqəlidir. Sadəcə biraz diqqətli. Suala tam səndən nə soruşur, həmişə ona diqqətlə baxın. Sual tutaq ki, bəzən uşaqlar olur ki, görürsünüz ki, əvvəlin yazır, gəlir, yarıda, axırda bir dənə şey səhv yazır. Tutaq ki, deyir, atanın neçə yaşı var və yaxud atanın oğlunun cəmi neçə yaşı var, bu götürür yazır, atanın neçə yaşı var, onu tapır, qutardı. Axırına baxmır yaxşı. Ona görə çalışın həmişə sualın axırına yaxşı fikir verin. Görün elə sualın axırında sizdən nə istəyir, nə edir. Ona görə yəni diqqətli olmaq lazımdır. Yəqin ki, bu vaxta qədər sınaqlara getmişsiniz. Cavab kartında da diqqətli keçirmək lazımdır. Yəqin ki, iştirak eləmişsiniz. Əgər iştirak eləməyən ola bilər də, kimsə iştirak eləməyib, belə deyim, sınavda. Onda da əgər çətinliyiniz varsa, belə deyim, başlayın indidən elə başlayın. Cavab kartı nümunələri çoxdur. İstənilən belə deyim, sosial şəbəkədə var. İstənilən səhifədə, istənilən yerdə var. Yəni onu yükləyin, üzərində baxın. İndi hər şeydir, indi müasir əsrdir. Demək olar hər yerdə paylaşılıb hər şey. Ona baxın, öyrənin. Və yaxud gördünüz çətinliyiniz var, yenə də bilmirsiniz, nəzarətçilərə, imtahanda iştirak edən nəzarətçilərdən kömək istəyə bilərsiniz. Yəni cavab kartında kömək istəyə bilərsiniz. Əlbəttə imtahanda danışmaq olmaz. Belə deyim, boynumu döndərib yan tərəfə baxmaq olmaz və yaxud kimdənsə köçürmək olmaz. Birincisi nə üçün köçürməyin, onu deyirəm ki, yəni bir-birinizin haqqına girməyin. Tutaq ki, hər hansı bir uşaq, yəni bu öz şagirdlərimə də aiddir, bütün YouTube-da baxan hər kəsə, imtahan verəcək hər kəsə. Yəni çalışın belə deyim, köçürməyin. Nə üçün? Çünki uşaq var ki, məsəl üçün deyirəm, 9 ay hazırlaşıb müəllimlə, hər hansı müəllimlə hazırlaşıb. Uşaq da var ki, məsəl üçün deyirəm, elə belə gedir də, hə, mən liseye gedim, imtahan verim, görüm nə olar, sınaq kimi gedir. O uşaq gedib əgər ondan köçürdürsə, deməli o başqasının haqqına girir. Ona görə yəni çalışın, nə köçürməyin, nə köçürməyə şərait yaratmayın. Yəni bir-birinizdən belə deyim, danışmayın, diqqətli olun. Çünki bu sizin son şansınızdır. Bildiyimiz kimi bu il 4-cü siniflər son şans deyiləndə, yəni
ay belə başa düşməyin. Görəsən bu son şanslı nə olacaq? Xeyr, siz növbəti illəriniz hələ qabaqdadır. 8-ci sinifdən verə bilərsiniz, 7-ci sinifdən səhv eləmirəmsə verə bilərsiniz. İndi mən 4-cü sinifdə lisə hazırlayıram deyən, lisə ilə məşğul oluram, videolar çəkirəm deyən 4 dənə xəbərim var. Amma digər siniflərdə də olur. Yəni son şans deyiləndə, yəni 4-cü sinifdən son şansda, ya 4-cü sinifdə daha bir də bitdi də. 5-ci sinifə keçdiniz, 6, 7, 8-dən verə biləcəksiniz. 7-dən və yaxud verə biləcəksiniz. Ona görə yəni diqqətli olun. Özünüzü belə deyim, səbirli olun, səbirli olun. İmtahanda həmən dəqiqə çıxmayın imtahandan çıxmayın. Yəni səbirli olun, vaxtınızı dəyərləndirin. 120 dəqiqənin sona qədər oturun. Daha demirəm, yazmısansa boş-boşuna, suallara baxmısan 2 dəfə, 3 dəfə, boş-boşuna oturma orada. Amma məsələn, onlar da indi yazmısan, bəzi sualların qalıb, otur başda vaxtını dəyərləndir, onun üzərinə bir də bax. Düşün ki, sənin belə deyim, sondur da, bununla da daha bitdi. Elə bilin ki, bitdi. Belə başa düşün də. Onda artıq daha yaxşı baxacaqsınız suallara. Daha yaxşı, daha diqqətli, daha məsuliyyətli baxacaqsınız suallara. Belə. İnşallah yaxşı olar. Hər birinizə uğurlar arzu edirəm. Mən bu videonu onun üçün çəkdim ki, yəni bizdə rəy də yazmışlar. YouTube-dan yəqin ki, həmin şəxs deyəsən, o da 4-cü sinif şagirdidir. Adını demirəm, indi özü baxacaq. Sonra TikTok-dan yazmışlar, sonra özümə WhatsApp nömrəmdə yazmışlar. Belə çox həyəcanlı olanlar var həqiqətən. Onlar üçün seçdim ki, yəni heç həyəcanlanmayın. Heç həyəcanlanmayın. Dediyim kimi, yenə də deyirəm, əvvəldə dedim, indi də deyirəm. Sizlər heç nə itirmirsiniz. Nəticənizdən asılı olmayaraq. Sizlər əksinə qazanırsınız, qazanmısınız. Müəllimlərinizin köməyi ilə çoxlu biliklər qazanmısınız. Məsələn, dediyim kimi, yəni mənzil bloku bilirəmsə və yaxud ilbiz qarışqanı bilirəmsə, deməli mən qazanmışam. Mən heç nə itirməmişəm. Nəticəm nə olur olsun. Bu mənə ta 11-ci sinifi bitirənə qədər lazım olacaq. Ona görə də yəni həyəcanlanmayın, narahat olmayın. Tam elə bilin, sərbəst şəkildə elə bilin ki, sınağa gedirsiniz. Belə. Mən də indi düzdür biraz videonu oradan başladım, buradan dedim. İnşallah sizlər üçün xeyri olar. Bir də onu da deyim ki, indi birazdan ola bilsin, düzdür, onsuz mən belə deyim, sentyabrdan və yaxud keçən ildən YouTube belə deyim, YouTube açılandan yox, YouTube 2020-dən var. Sadəcə bunu 2 il olar ki, belə deyim, dərs videoları paylaşıram. 2 il olar. Sizlər üçün istəyirəm ki, bir xeyri olsun. Cəmiyyət üçün bir xeyri olsun. Ona görə yəni çoxlu videolar paylaşıram. İnşallah yəni bu vaxta qədər belə deyim, çoxlu liseylərlə bağlı sual var. Hətta səhifənin özündə belə qəbulla bağlı sual var. Keçən ilin qəbulu ilə bağlı, ondan qabaqçı ilin qəbulu ilə bağlı suallar paylaşmışıq. Girib ora baxa bilərsiniz. Yəni birazdan yenə də video paylaşacağım. Tam imtahana belə deyim, uyğun da. İndi bacardığım qədər imtahana uyğun tipli, keçən ilin imtahanına uyğun suallar paylaşacağım. Yəni ona da baxa bilərsiniz. İnşallah sizlər üçün xeyri olar. Sağ olun, var olun. Hər birinizə uğurlar arzu eləyirəm. Unutmayın, sizlər qazanmısınız. Qazanmısınız. Var olun, sabah hər kəs nəticəsin gələr, rəydə yazar. Həmsinin, belə deyim. İndi onlar bunu YouTube-da paylaşacağım. YouTube üçün deyirəm. Yəni hər bir şagird, hər bir valideyn, yəni istənilən belə deyim sualı sabah üçün və yaxud bütün günlər üçün istənilən sualı götürüb mənə yazıb belə deyim ata bilər ki, WhatsApp-da, nə bilim, bütün səhifələrdə varam. Ata bilər ki, müəllim bunu izah edin və yaxud bu sualın cavabı nə idi burada? Onu mən paylaşaram. Yəni heç bir narahatlıq yoxdur. Yazın, narahat olmayın. Sağ olun, var olun, uğurlarınız bol bol olsun.